cizgi filmlərinin və kitabların, oradakı personajların uşaq psixikasına təsiri necə olur, nə dərəcədə olur? Bütün bu məsələlərə biz efirimizin dəyərli bir qonağı ilə əsas gətirəcəyik, cavablarımızı alacağıq və efirimizin qonağı uşaq ədəbiyyatı yazarı, eyni zamanda da uşaq əsərləri olan Əjdaha qardaşlığı və Arzulardakı Mavi Təyyarə kitablarının müəllifi Mürşid İsmayılzadədir. Mürşid müəllim, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun, Dəniz xanım, xoş gördük. Sabahınız xeyir olsun, çox şadıq sizi görmək. Necəsiniz? Təşəkkür edirəm, çox əla. Nə gözəl. Onda elə onunla başlayaq ki, cizgi filmləri, kitablar, uşaq kitabları uşaqların həyatı öyrənməsinə, dərk eləməsinə necə təsirli onların psixikasının formalaşmasına? Ən vacib təsirlə siz deyən kimi onları göstərirlər. Çünki uşaqlar da olsa, böyüklər də olsa həyatı qavramağı və yaxud da öyrənməyi nədənsə başlamaq lazımdır. Xüsusən də kitabdan və yaxud cizgi filmlərdən. Misal çəkib biz özümüz hansısa filmlərə baxanda ya həmin personajı özümüzü bənzətmək istəyirik, ya onun geyimindən geyinmək istəyirik, ya hansı bir frazasını öyrənir deyirik. Həmçinin uşaqlar. Onlar da həyatı qavramaq üçün xüsusən də müasir zamanda cizgi filmlərindən çox istifadə edirlər. Yəni, bu artıq qarşısı alınmazdı, belə deyək. Həm kitablar, həm cizgi filmləri. Ümumiyyətlə, məsəl üçün, öz uşaqlığımıza nəzər yetirəndə, Sovet dönəminin cizgi filmləri olsun, Disneyin cizgi filmləri olsun, Bugs Bunny idi, Tom və Jerry idi, nə bilim, Mermaid idi. Belə cizgi filmləri əslində daha canlı mı görsənir, daha isti görsənir. Amma bu dövrün cizgi filmləri kompüter qrafikasından sanki o həyat yoxdur onlarda. Fikriniz maraqlıdır ki, deyək ki, hətta bəzən olur ki, cizgi filmlərini izləyirəm. Görürəm ki, orada çoxlu aqressiv, zorakılıq səhnələri var. Az yaşlı uşaq, mənə bu belə təsir edirsə, 3 yaşında uşağa gör bu necə təsir edir. Fikrinizcə bunların olması nə qədər düzgündür? Əlbəttə ki, ümumiyyətlə cizgi filmlərinin uşaqların təsir etdiyi böyüdür. Bəli. Və bunların həm müsbət, həm mənfi cəhətləri var. İndi müsbət cəhətlərindən sonra biz danışarıq. Amma mənfi cəhətlərini biz siz deyirsiniz həmin aqressiv mətnlərdir. Çünki adətən cizgi filmlərində yaş həddi göstərilməlidir. 0-dan neçəyəcən, 3 yaşdan yuxarı və s. Və əgər bu televiziyalarda gedirsə, əlbəttə ki, belə deyək, bir növ ciddi nəzarət olunur. Hansısa bir mütəxəssislər var, redaktorlar var, nəzarət edirlər. Amma çox təəssüf ki, indi uşaqlar daha çox, belə deyək, telefonlardan və smartfonlardan baxırlar və valideynin bir növ onu izləməsini biraz problem yaradır. Yəni, televiziyada baxanda, ay uşaq, sən nəyə baxırsan, bu nədir? Dəyişmək olur. Dəyişmək olur. Amma telefonda uşaq nəyə baxır, onu hər dəfə gəlib baxmaq uşaq gizlədə bilər, o biraz çətindir. Və əlbəttə ki, ümumiyyətlə cizgi filmlərində həmişə maarifləndirici məsələlər olmalıdır. Yəni, cizgi filmlərdə özləri bölünür müəyyən məsələlərə və öyrədici, maarifləndirici. Uşaq oradan balaca uşaq rəngləri öyrənir, saymağı öyrənir, hərfləri öyrənir, danışıq öyrənir. Amma siz dediyiniz o mənfi kontent ki var, agresiya və s. Bəzən qeyri-reallıq, uşaq artıq qeyri-reallıqda yaşayır, ya o sosial mühitə bir də fikirləşirik ki, real həyat cizgi filmdəki kimidir. Və yaxud agresiya, orada gördüyün kimi həmin münasibəti valideynlərinə və yaxud ətrafdakılarına göstərə bilər. Və əlbəttə, həm psixoloqlarına dedilər ki, ümumiyyətlə belə bir məqalə oxudum ki, 3 yaşa qədər ümumiyyətlə cizgi filmdə göstərmək olmaz. Yəni, bəzi mütəxəssislər belə hətta fikirləşirlər. Çünki bu uşağın psixikasında çox güclü təsir göstərə bilər. Və əlbəttə ki, aqressiv indiki personajlar, mən də razıyam, detektiv Disney filmlərində bir növ happy end olurdu və hər şey müsbət qəhrəman, mənfi qəhrəman, uşaq bunu anlayırdı, bir növ həyata öyrənirdi. Amma indiki bəzən sujetsiz cizgi filmləri və yaxud da həmin aqressiya əlbəttə ki, uşağa çox mənfi təsir göstərir. Ya da ki, ailə modelinin kişi-qadın modeli olaraq göstərilməməsi, yəni ki, bu uşağın da beynində artıq düzgün prioritetlərin qurulmamasına gətirib çıxarır. Mürşid müəllim, siz uğurlu bir uşaq yazarı olaraq yazdığınız əsərlərdə, personajlarda ən əsas nəyi vurğulamağa çalışırsınız? Nədir sizin üçün önəmli kitablarınızda? Mən düşünürəm ki, indiki uşaqlar xüsusən kitabı oxuyanda özlərinə yaxın bir şey tapmalıdırlar orada, obraz tapmalıdırlar. Çünki əgər uşaq, müasir bir kitab oxuyursa və orada hansısa bir özünə uyğun obraz tapmır, keçmişdən gələn bir obraz tapırsa fikirləşir, yox, amma biz tutaq ki, indiki uşaq mütləq telefona baxmalıdır, smartfona baxmalıdır və həmin özünə bənzər obraz tapanda fikirləşir, hə, bu artıq özünü bənzədə bilər həmin adama və bir ən vacib məqam oldu ki, mən çalışıram ki, əsərlərdə, kitablarda maarifləndirim, amma birbaşa yoxdur, dolayı yolla. Yəni ki, uşağa sən məcbur hansı bir tarixi hadisəni öyrətmək biraz, bu məktəbdə də var, amma burada əsərdə, sujet gedişində hansı bir nəyəsə informasiya öyrənirsə, bu həm uşağı, belə deyək, yormur, daha da maraqlı edir həmin hadisəni
və əlbəttə ki, uşaq da maarifləndirir, yeni bir nəsə bir informasiya öyrənir. Bir məqam maraqlıdır. Məsəl üçün, bu sürət dövründə biz özümüzü götürsək, YouTube-da videoları şəxsən mən əksəriyyətini 2x-də baxıram. Deyirəm ki, kaş 4x olarda belə baxardım. İstəyirsən ki, dərhal informasiyanı qavrayasan. Uşaqlar bizdən də betər. Bəs yaxşı, biz uşaqlara necə cizgi filmlərindən savayı da kitab oxumağa maraqlandıra bilərik. Yəni elə yox ki, oxumalısan. O özü desin ki, ana ver mən bu kitabı oxuyum, ata ver mən bu kitabı oxuyum, maraqlansın. Necə biz bunu təlqin edirik onlara? Əslində çox vacib bir sualdır və mən fikirləşirəm ki, müxtəlif ekspertlər hər bir cür yanaşır. Mən düşünürəm ki, uşaq adətən valideynlərə və yaxud da böyüklərə baxır və onlardan öyrənir. Çalışmaq lazımdır ki, valideyn özü bir əlində kitab oxusun, yəni uşaq istəsin ona baxsın və yaxud imkan olduqca həmin o kitab dükanlarına, kitab sərgilərinə müxtəlif tədbirlər keçirilir. Onlara uşaqla bir yerdə getmək, yəni uşaqlara bir növ sən azadlıq verirsən ki, bax özün bax, istədiyin kitaba bax, seç, tanış ol, yazıçılarla söhbət elə, həmin o personajlarla bir orada olur da o maskot kimi, onlara bir bax və bir növ biz uşağa çalışmalıyıq kitaba doğru, yəni istiqamətləndirir, amma məcbur etmədən. Bəs sizin övladlarınız necə kitablarınızı yəqin ki, oxuyub dəyərləndirən, belə deyək, oxucularınızdır. Necə yanaşırlar onlar? Mən çalışıram onlarda bu sevgini yaradım və hətta kitabı yazarkən yeni bir əsər üstündə işləyəndə hətta onlara bir yerdə dedim ki, gəlin falan obrazı müsbət və yaxud mənfi obrazı bir yerdə işləyək, ona bir ad fikirləşək. Mən çalışıram. Düz deyəndə artıq uşaqlar böyüdükcə o həvəs onlarda olmur. O yeniyetmə dövründə onlar altı valideynlərində biraz kənar olurlar. Amma balaca olanda hə, çalışırıq ki, oturaq bir obrazı fikirləşək və bir növ onlarda istəyirəm ki, interaksivlik yaradım ki, onlar bir öz fikirlərini desinlər, yəni ki, həmin o obrazın yaradılmasında bir iştirak olsun. Həm də ki, sonra oxuyana fikirləşsinlər ki, mənim də burada hansısa bir imzam var. Nə gözəl təşəbbüsdür, nə gözəl təşəbbüsdür. Digər bir məsələ də maraqlıdır. Ümumiyyətlə, ümumiyyətlə cizgi filmlərinə baxanda, övladlarımız üçün cizgi filmləri seçəndə, ya da kitablar seçəndə, yəqin ki, valideyn birinci baxıb onun süjet xəttindən xəbərdar olmalıdır. Hansı amillər bizim üçün təbil siqnalıdır? Yəni, biz fikirləşməliyik ki, mən o vaxt belə bir cizgi film var idi, Maşa və Ayı. Bir psixoloqla danışmışdım ki, orada deyirdi ki, Maşa və Ayı cizgi filmi əslində uşaqlar üçün düzgün cizgi filmi deyil. Çünki orada oğlan uşaqlarına yer edilir ki, qadın həmişə onu əzəcək və qızlara isə yer edilir ki, kişiləri daim əzmək lazım və sanki feministik hansısa ştrixlər, amma feministik ştrixlərin yer edilməsi bu artıq ailə modelinin dağılmasına gətirib çıxarır da. Yəni, bax, belə mesajların olmasına biz uşaq yaşlarından fikir verməliyik. Biz hansı mesajlar göstərilməlidir, hansı mesajlar verilməlidir və tam əksi hansı mesajların olması, hansı amillərin olması bu təhlükə siqnaldır. Ona görə biz övladlarımıza heç bu cizgi filmlərini göstərməməliyik. Çox doğru toxundunuz Dəniz xanım. Əslində, gəncim, cizgi filmlər bölünür, həm yaş kateqoriyasına görə. Əgər uşaq lap balacadırsa, o oradan xarici dil öyrənə bilər. Əlbəttə ki, müsbət məsələdir. Məsələn, mən bir dəfə balaca qızım gəldi, gördüm bir İngilizcə şeir deyir, sən də özü cizgi filmə baxıb öyrənim. Aferin, nə gözəl. Mən öyrənmişdim balaca olanda. Xarici dil öyrənə bilər, saymağı, oxumağı, hərfləri, yəni orada rəngli şəkillərlə, illüstrasiyalarla cizgi filmlər göstərəndə istər-istəməz uşaq baxır və ona xoş gəlir. Bu əlbəttə ki, müsbət haldır. Danışıq vacibdir, söz ehtiyatının artırılması. Biz çox vaxt şikayətlənir ki, uşaqlar danışa bilmirlər, xüsusən müasir uşaqların öz slengi var, öz danışıq tərzi var. Əgər doğrudan keyfiyyətli siz deyirsiniz, o Disney və yaxud hansı bir böyük şirkətin hazırladığı cizgi filmdirsə, orada uşaq danışığı da öyrənir. Emosiyalar öyrənir, empatiya hissini öyrənir, həmin o qəhrəman hansı emosiyanı keçirdir. Bu əlbəttə ki, uşaq üçün çox müsbət göstəricidir. Müsbət sonluq, uşaqda gərək müsbət emosiyalar olsun istər-istəməz, o da çox yaxşıdır. Yəni, bu amilləri valideyn görəndə... Depressiyaya salmasın da, belə deyək. Onsuz da həyatda hər şey stresdir. On vaxtı çatacaq. Bir tərəfdən də cizgi filmdə nəsə ağır bir şiddət və yaxud nəsə bir problem olsa, uşaq əlbəttə pis təsir göstərə bilər və valideyn bunu əlbəttə ki, baxsa, heç olmasa məlumatı olsa ki, uşaq hansı cizgi filmə baxır, əlbəttə çox vacib bir amildir. Mürşid müəllim, görünür ki, bizim tamaşaçılarımızın sizinlə söhbətimiz xoşlarına gəlir, bizə mesaj yazıblar studiyaya. Mən ümumiləşdirib deyəcəm, tamam. Nigar xanım yazır, salamlayır Mürşid müəllimi də, məni də, tamaşaçılarımızı da biz də salamlayırıq sizi Nigar xanım. Mən ümumiləşdirib deyəcəm. Demək ki, Nigar xanım qeyd edir ki, deyir, mənim üçün övladımla gözəl vaxt keçirməyəm. Onda ki, mən kitabı da onunla birgə oxuyuram. Cizgi filminə də onunla birgə baxıram. Bu bizi daha da yaxınlaşdırır və uşaq daha yaxşı qavrayır. Ümumiyyətlə, bu çox yaxşı bir məqama toxunub. Bununla bağlı mən də bir sual vermək istəyərdim. Deyək ki, uşaqla biz cizgi filminə baxmağımız, uşağın qavramağına necə təsir verir? Daha sonra, məsələn,
məsəl üçün övladımızla baxdığımız cizgi filmini ya da oxuduğumuz kitabı oturub müzakirə eləməliyikmi? Sən nə düşünürsən bu personaj haqqında? Sən olsaydın onun yerində necə eləyərdin? Ya da ki, bu personajın özünü belə aparmağı heç düzgün deyil, o gələcəkdə belə-belə səbəblərə gətirə bilər. Siz necə düşünürsünüz? Müzakirə gələcəkdə onun öz sözünü deyə bilməyinə, şəxsiyyət kimi formalaşmasına necə təsir edir? Çox əla, çox əla. Ümumiyyətlə, dialoq, valideynlə dialoq. Çünki biz görürük çox vaxt ki, uşaqlar, bəzi müasir uşaqlar qapanırlar özlərinə, telefona və nə qədər çox mövzu da olsa, yəni ki, əla, valideynin bir yerdə cizgi filminə baxdıq, kitab oxuduq, gəl bunu müzakirə eləyək. Bu çox gözəl bir haldır əslində və mən alqışlayıram əslində bu halların çox olmasına. Və siz maraqlı bir məqama toxundunuz. Bizim hörmətli tamaşaçımız da onu qeyd elədi ki, həm kitab oxumaq, həm cizgi filminə baxmaq. Bunlar arasında da maraqlı fərq var. Bəzən sual verirlər ki, hansı yaşlı kitab oxumaq, yoxsa cizgi filminə baxmaq. Əlbəttə, cizgi filminə baxmaq daha rahatdır. Bir növ böyük uşaq üçün artıq həzm olunmuş, rahat həzm olunan bir qida verirsən. Yəni, orada hər şey var. Amma kitab oxuyanda valideyn o, bizim valideyn o kitabı onu oxuyur. Burada artıq birinci halda əgər vizual yanaşmadırsa, sadəcə baxırsan vizual və cizgi filmini anlayırsan. Amma sənə kitab oxuyanda və ya özün oxuyanda bir növ audio anlayırsan kitabı və ondan başqa insanın fantaziyası daha çox geniş vüsət alır. Çünki həmin o obrazlara, həmin o təbiət təsvirlərini mən fikirləşirəm ki, hər bir insan, xüsusən də uşaq, ən məşhur rejissordan daha maraqlı özü üçün öz təxəyyülündə canlandıra bilər. Və yəni ki, kitab oxumaq əslində fantaziyanın, insanın fantaziyası çox müsbət təsir göstərir. Cizgi filmlə baxanda istərsiniz, sən artıq hazır məhsula baxırsan. Yəni o məsələ var. Həm də ki, yəqin ki, uşaqdan soruşanda ki, məsəl üçün kitab oxuyanda o necə görür, onu sən onun xarakterini də öyrənmiş olursan ki, onun beynində nə formalaşırsa, bu incəsənət yönümlüdür, daha çox texnika yönümlüdür. Bir tamaşaçımız da yazır, vaxtımız azdır, ona görə istəyirəm ona da cavab verək. Samir bəy, demək Samir bəy yazır, biz də salamlayırıq size Samir bəy. Deyir, Mürşid müəllim istəyir bizə cavablandırsın və məlumat versin ki, uşağımızın 3 yaşı var, heç cürə sakitləşdirə bilmirik. Bilmirik, hansı cizgi filminin qabağında otuzdurak baxsın, necə kitab oxuda, neyniyək, məsləhətini istəyirik. Ay maşallah, Allah sağlasın. Bu problem əslində hiperaktivlik indi çox uşaqda var. Hətta deyirlər ki, o həmin aqressiv cizgi filmə baxanda da yaranır. Amma inanmıram ki, 3 yaşında uşaq. Bir tərəfdən biz deyinirik ki, uşaqlar cizgi filmə baxırlar, telefona baxırlar. Amma digər tərəfdən bəzən özümüz də sərf edirik ki, uşaq sakit otursun, bizə toxunmasın, biz öz işimizi görək. Yəni, açıq bir fakt budur. Elədir ki, var. Razıyam. Yəqin ki, bu bir dönəmlə bağlıdır, həmin o yaşla bağlıdır. Ola bilsin ki, bu birinci uşaqdır, yoxsa yəni ki, neçənci uşaqdır, bilmirəm. Adətən ilk uşaq olanda biraz kaprizləri olur, biraz əl-köyin olur. Valideyn üçün də biraz çətin olur ki, çünki birinci uşaqdır, onunla biraz əlaqə qurmaq, təmas qurmaq biraz çətin olur. Amma mən tam əminəm ki, zaman keçdikcə uşaqlar da çox qəşəng böyüyəcəklər, çox ağıllı böyüyəcəklər. Onun üçün mütəmadi olaraq belə deyək, elə öz nağıllarımızdan başlayaq. Nağıllarımızı, yəni necə əvvəldən klassik mən variantı xoşlayıram. Yatmamışdan əvvəl hansı bir Azərbaycan nağılını xoşmaq və ya xarici nağılını danışmaq. Uşaq həm rahatlaşır, həm valideyn səsinə necə deyirlər, öyrəşir. Bir növ buna bir vərdiş yaradırıq ki, kitab oxumaq, yaxud nağıl danışmaq. Eyni zamanda da çox gözəl bir məqamat toxundunuz Mürşid müəllim. Milli nağıllarımızı az yaşlanan uşaqlara oxumağımız onlarda milli mənəvi dəyərlərin də formalaşmasına gətirib çıxarır. Sabah o böyüyəndə də o milliliyi qoruya biləcək. Çox təşəkkür edirik sizə bu maraqlı söhbətinizə görə. Arzu edirik ki, bir-birindən maraqlı uşaq kitabları yazasınız. Biz də o kitabları oxuyaq, övladlarımız oxusun və hər zaman fəxr edək. Gəlib bizə efirimizdə də danışasınız ki, yeni kitabınızda hansı məqamlara toxunacaq. Yeri gəlmişkən, var mı belə bir ideya? Hansısa kitab üzərində çalışırsınız mı? Bəli, çalışıram. Xüsusən də müasir bir belə deyək, süni intellektlə, robotla bağlı bir kitabdır. Bu ümid edirəm ki, yaxın zamanda. Onda 2026-cı ildə gözləyirik o kitabı. Təşəkkür edirik sizə. Mən təşəkkür edirəm dəvətə görə. Çox maraqlı mövzuydu. Sağ olun. Bizə yetərli qədər həm tamaşaçılarımızın da marağı da səbəb oldu ki, görürsünüz, mesaj yazıb öyrəndilər. Yetərli qədər maraqlı cavablar verdiniz. Əziz tamaşaçılarımız, nəzərinizdə çatdıraq ki, efirimizin qonağı uşaq ədəbiyyatı yazarı, eyni zamanda da Əjdaha qardaşlığı və Arzulardakı Mavi Təyyarə uşaq kitablarının müəllifi Mürşid İsmailzadə idi qonağımız.